fərdi şəkildə məşğul ola bilməz. Burada şagirdlərdə bacarıqlar inkişaf eləməkdən, onun inkişaf bacarıqları, məsələn, ünsiyyətdir, əməkdaşlıqdır, yəni şagirdlərdə bunlar olmur, inkişaf eləmir. Burada şagirdlərdə qiymətləndirmə zamanı hansı qiymətləndirmədən istifadə olunur? Bəli, burada müəllim şagird, şagird, bir də öz-özünü qiymətləndirmə olur. Faydası da var demək olar ki, faydası olur ki, şagirdə özünün oradakı necə kognitiv bacarıqları inkişaf edir. Şagirdlər burada özlərinə uyğun, yəni öz biliklərinə uyğun öyrənmə tərzi seçirlər də, yəni rahat olurlar, özlərinin güclü və zəif tərəflərini bilirlər, yəni tək özlükləri haqqında bir nəticə çıxardırlar. Qurtlarla iş necə aparılır? İş necə aparılır? Daha çox mənə elədir ki, iki şagird arasında aparılır, kütlərlə işdə və iki şagirdin necə əlaqəsidir, əməkdaşlığıdır, problem həll etməsidir, iki şagird üzərində çalışır. Ən çox bitirmək faylar sistemilə bir daha çox tətbiq olunur. Bax, bu hansı iş formasının çatışmayan cəhətidir ki, deyirəm ki, bu iş formasına zamanı müəllim üçün, məsələn, şagird sayı sinifdə çox olduğu zaman çətinlik yarana bilər və yaxud da ki, deyək ki, əməkdaşlıqlı sosial bacarıqlardır, bunlar kölgədə qalır. Bu fərdi işlətməm, tək gətirəm. Lazımdaydı, deyildi, şagirdlər arasında hər hansısa bir münaqişə olarsa, bir-birlərinə rəy verə bilərlər ki, bu da həmin işin yəni, effektiv şəkildə baş tutmamasına gətirib çıxara bilər. Yəni, işlədi, müəllim o nəzərə almadı ki, iki şagirdin arasında bir problem var, onlar eyni cüt şəkildə təşkil eləməməlidir və eləməməlidir ki, şagirdlər orada bir münaqişə yaranmasın onların arasında. Qruplarla iş necə aparılır? Qruplarla iş qrup şəklində aparılır, komanda şəklində aparılır. Məsələn, burada deyək ki, şagirdləri qruplara bölərkən bir qrupda sırf oxuyanları bir qrupa, oxumayanları bir qrupa yığmaq olmaz da. Yəni, məsələn, bir qrupda yüksək səviyyədə oxuyan olmalıdır, aşağı səviyyədə oxuyan olmalıdır. Nə bilim, orta səviyyədən hər səviyyədə olan şagirdləri bir qrup şəklində yığmaq olar. Əla, çaxşanınız xeyir olsun Şahnaz müəllimə. Deməli, bunun çatışmayan cəhətləri nədir Hüma müəllimə? Burada deyir ki, bəzi şagirdlər deyir, bəzi şagirdlər də deyir, çox işləyə bilər də. Yəni, burada məsələn, fikir ayrılığı ola bilər şagirdləri, məsələn, büyükün yeməklərində də olmaya bilər. Məsələn, səs-küy də yarana bilər orada. İki cür səs-küy var idi. Bir var işgüzar səs-küy, bir də var ki, xaotik səs-küy. Yəni, işgüzar səs-küy olması normal bir şeydir. Yəni, burada dərslə bağlı. Bir də var ki, müəllim aktiv şagirdlərlə işləyir. O, məsələn, bilikləri aşağı olan şagirdləri burada başlar aralarında söz-söhbət yaratmağı. Bu xaotik səs-küydür də. Yəni, dərslə bağlı. Faydalı cəhətləri nədir bəs? Faydalı cəhətləri hansılardır bəs? Orada məsələn, şagirddə yaradıcılıq olur da. Şagirdlər, məsələn, qrup şəklində birləşirlər, problem həll edirlər. Məsələn, nəsə bir qrup şəklində bir iş işləyə bilərlər, yaradıcılıqları ola bilər. Daha sonra sosial bacarıqlar inkişaf edir, ünsiyyət qura bilirlər, yaxın nasıllar da güclü olur. Çünki 4, 5, 6 şagirddir, hərəsinin bir fikri var, hərəsinə aid potensiallar var. Bunlar birləşəndə daha effektiv şəkildə hər hansısa bir işi olmalıdır. Qiymətləndirilməsi necə aparılır? Qiymətləndirilməsi buradaki ki, şagirdlərin fəaliyyətinə uyğun qiymət vermək lazımdır da. Yəni, ona sırf bilimine uyğun başqa yetiniyinə uyğun yox, bilimlər fəaliyyətinə uyğun qiymətlərdir. Müəllim üçün çətinlik yarada bilər. Əsas dərsin məqsədi nədir? Məqsədimiz nədir? Bunun əsasında biz qiymətləndirməyə etməliyik. Bu siniflə iş necə aparılır? Bu qiymətləndirmə də meyarlara əsasən olur. Yəni, öncədən meyarlar şagirdlərə bildirilir və orada qaydalar tətbiq olunur. Biz bu qaydaları da şagirdlərlə birlikdə tətbiq edəcək. Bu şagirdlərə daha da maraqlı gələr. Yəni, özü qaydalarını qoyduğuna görə
artıq hərəkət edilməyəcəksə, bunu deyim. Yəni, o qaydalara uyğun hərəkət edəcəkdir. Aha. Daha sonra bütün siniflə iş necə aparılır dedik. Kollektiv şəklində olur da, mən bütün sinifi işə cəmləyirsən və bu işi kollektiv edirsən, bütün qrupla birləşdirsən. Burada bütün uşaqlar bərabər imkanlar olur, bütün uşaqlardan kollektiv şəkildə işləmə bacarığı olur. Aha. Üstün cəhətləri nələrdir dedik? Üstün cəhətləri o ki, bütün şagirdlər orada iştirak edir də, mənimlə. Uşaqlar arasında problem həll etmədir, falan belə inkişaf edir. Aha. Bəs çatışmamazlığı nə ola bilər? Yəni orada məsələn çatışmamazlığı ola bilər ki, məsələn işlərində gəlib uşaqlar orada fikirlərini tam bildirə bilməyəcəklər də, yəni kollektiv şəklində. Əladır. Hər hansı bir bildirə bilməyəcəklər orada öz fikirlərini tam bildirə bilməyəcəklər. Pasif şagird olarsa prosesdən kənarda qalmış olacaq. Daha sonra deməli nə qaldı? Sizdən təhsil qanunu sual cavab etməyəcək, çünki sertifikasiya deyil. Belə çox sağ olun, Humay müəllimə. Sağ olun müəllimə. Müəllimə, buyurun. Müəllimə. Müəllimə, neçə cür təlim forması var? Müəllimə 4 cür təlim forması var. Fərdi, cütlərlə, kollektiv, bir də qrupla. Aha. Bunlardan fərdi təlim forması haqqında danışın. Müəllimə, fərdi iş forması əsasən, yəni burada şagird özü, yəni özü müəllimə düşünür da, özü məsələn, burada sizə metakognitiv bilik sonra Edir, aha. Sonra bu da bir də Gardner nəzəriyyəsinə görə çox növlü intellekt nəzəriyyəsinə sahib olur şagird. Yəni bu da fərd daxili intellektə sahib olur da, çünki təkişdir. Özü düşünür, özü öz strategiyalarını qurur. Aha. Sonra tək başına gördüyü fəaliyyət, tamam. Bəs bunlardan çatışmayan cəhətləri nələr ola bilər? Burada deyir ki, məsələn, müəllim sinifdə şagird sahib çox olduqda fərdi iş formasını həyata keçirəndə biraz problem yarada bilər müəllim üçün. Çünki hər birinə vaxt çatdırmaq da onlara ondan sonra həm də ünsiyyət olmur, əməkdaşlıq olmur. Əladır. Qiymətləndirmə necə aparılır? Qiymətləndirmə deməli, bu da məsələn şagirdin deyir izləyirsən fəaliyyətini, o üzrə qiymətləndirir. Həm müəllim qiymətləndirə bilər, həm də bir də müəllim şagird özündə qiymətləndirə bilər. Özünü də obyektiv şəkildə qiymətləndirmiş olur. Bu hansı təlim forması idi ki, deyirəm ki, bu təlim formasına əsasən şagirdlər birlikdə öyrənirlər, yoldaşları ilə fikir bölüşmüş olurlar və bundan əlavə olaraq deyə bilərik ki, çətinlik çəkdiyi məqamlarda, yəni məsəl üçün deyək ki, hər hansısa bir bilik bacarığı yuxarı olan şagird özündən zəif olan şagird həmin o şagirddən öyrənmiş olur və yaxud da deyə bilərik ki, empatiya hissi burada formalaşır. Bunlar hansı təlim formasına aid idi? Bu cütlərlə idi məmə. Bəli, cütlərlə işdən söhbət gedir. Cütlərlə işin çatışmayan cəhəti nə idi bəs? Burada müəllimə o biri şagirdin məsələn rəy vermə bacarığı, bir şagirdin rəy vermə bacarığı yüksək olmadıqda bu iş uğursuz ola bilər. Əladır. Yəni, məsələn, bir-birlərinə mənfi münasibəti olarsa, burada artıq uğursuzluğunu gətirib çıxara bilər. Yəni, mənfi münasibət olan şagirdləri cütlərlə işə cəlb etmək olmaz. Qruplarla iş necə aparılır? Qruplarla iş qrup şəklində də adından da bəllidir, yəni ki, komandalara bölünür. Burada məsələn zəif şagirdlər var, güclü şagirdlər var. Yəni hərəsinin məsələn ayrı-ayrı bir komandaya yığırlar. Yəni qarışıqda həm zəif şagirdlər, həm də güclü şagirdi. Sonra onlarda məsələn ünsiyyət, əməkdaşlıq bacarığı əsas cəhətləridir. Yəni burada faydası da mənə. Sonra bir də yaxın inkişaf zonası burada güclənir. Bəs çatışmayan cəhətləri nələr ola bilər? Çatışmayan cəhətləri şagirdin məsələn səs-küyün olması, sonra
Məsələn, şagirdlər arasında bir şagird məsələn suala narazılıqlar ola bilər də. Məsələn, bir şagird az cavab verər, bir şagird çox cavab verə bilər. Fikir ayrılığı olur da. Bəli, qiymətləndirmə meyarı olmalıdır. Bundan əlavə olaraq deyə bilərik ki, qaydalar var da, qrup iş qaydaları. Məsələn, danışıq növbəsini gözləməlidirlər, sonra bir-birini dinləməli, sonradan dinləməlidirlər, sonra məsələn fikir bildirərkən məsələn o birinin fikrini yaxşı yansıtmalılardır, bir də bir-birlərinə yardım eləməlidirlər. Əla. Daha sonra qrup işin qiymətləndirilməsi necə aparılır? Bu da müəllim, qrup işin qiymətləndirməsi əslində müəllim bu da bir məsələn qrupun şeyinə baxmalı deyil də, məsələn gündəlik dərsin qiymətləndirməlidir. Təlim nəticəsi nədir, məqsəd nədir, ona əsasən qiymətləndirmə aparılmalıdır. Bu hansı təlim forması idi ki, bu təlim formasına əsasən bəzən yalnız fəal şagirdlər iştirak etmiş olur. Ancaq şagird varsa çatışmayan cəhətlərindən biri budur ki, məsələn, onlar kənarda qalmış olur. Müəllimin sinif idarə etməsi zəif olarsa, səs-küy yarana bilər. Bu hansı təlim formasından söhbət gedir? Bütün siniflər. Şeydidən kollektivləşdən söhbət gedirdi. Çox sağ olun, müəllimə. Bu asan dərsdir. Bu asan dərsdir. Səmaya müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Qiymət standartlarına nələr daxildir dedik? Standartlara demək daxildir ümumi təhsilin məzmunu, sonra ümumi təhsilin idarə edilməsidir, sonra inkişafın monitorinqdir, sonra səriştədir, sonra təhsil verilənlərin özünüzü yormayın. Bax, burada məzmun dedik. Nə nəzərdə tutulur? Məzmun dedikdə biz demək başa düşürük ki, yəni ki, şagirdin formalaşmasına xidmət edir də məzmun. Şagirdin deməli məktəbə qədər pillədən pillədən ta demək 11-ci sinif qutaranacaq onun formalaşır da. Yəni buna ötürülən məzmun olur. Dərsliklər, tədris proqramları, bunlar hamısı ümumi təhsilin məzmunudur. İdarə olunmasına nələr daxildir dedik? Təhsilin idarə olunmasına, idarə hesabatlıqdır, sonra həm də bu hesabatlıqdır, məsuliyyətin bölüşdürülməsidir, sonra inkişafın monitorinqidir, bunlar daxildir. Aferin. Daha sonra siz mənə deyin görüm infrastruktur əsasdır, yoxsa maddi-texniki bazı? O infrastruktur birinci dərəcəlidir, daşınmazdır o, onlar vacibdir. O ikinci dərəcəlilər, məsəl üçün, daşına bilənlərdir bunlar. Məsəl üçün, bunlar yeməkxanadır, laboratoriyalardır, sonra olsa da olar. Bunlar maddi-texniki bazı, Onlar olsa da olar, olmasa da ola bilər. Məsələn, bir məktəb düşünək ki, həmin məktəbdə kadir yoxdur, yəni müəllim yoxdur, hər hansı bir texniki işçilər yoxdur. Deməli, təhsil infrastruktur olması. Bunlar məktəbin binasıdır, pedagojik heyətdir, dərslikdir, kadrlardır, bunlar internet xidmətidir, işıqdır, qazdır, bunlar vacibdir məktəbdir. Biz indi əsas dayanacaq pedaqoji prosesin tələblərində. Prosesdə tələblər var ki, bunlardan tamlıq nədir? Tamlıq şagirdin tərbiyəsidir. Şagirdin inkişaf etməsi, öyrənməsi, bunlar tam öyrədici, tərbiyələndirici və inkişaf ettirici xarakter. İnkişaf ettirici olmalıdır şagird. Bərabər imkanlar dedikdə nələr nəzərdə tutulur? Bərabər imkanlar, bərabər imkanlar hansı? Təhsildə, bəli, ümumi təhsildə bərabər imkanların yaradılması.
Bu şagirdlərdə elə bil ki, maraq və meyillərin deyil, şagirdlərin marağı, meyili, potensialı nəzərə alınmalıdır. Şagirdin yaradılması üçün bunlar nəzərə alınmalıdır. və şəxsiyyət yönümlülük nədir? Potensial necə müəllim? Şəxsiyyət yönümlülük nədir? Şagirddə elə bil ki, milli bəşəri dəyərlərin formalaşması deməkdir də. Milli bəşəri bunlar formalaşır şagirddə. Bəli, təhsil alanlarda ümumilikdə deyirik ki, biz idraki, ünsiyyət, psixomotor fəaliyyətləri əsasında onlarda milli bəşəri dəyərlər formalaşdırırıqsa, deməli, şəxsiyyət kimi yetişdirmiş oluruq. Daha sonra şagird yönümlülük dedikdə nə nəzərdə tutulur? Şagird yönümlülük dediği bu şagirdin ön planda olmasıdır. Yani şagirdin mənafiyinə xidmət etməkdir burada. Yani şagirdin mənafiyinə uyğun da yönəlir burada. Yani ki, onun mənafiyin yani üst mərtəbədə durur da. Yani onun elə bil ki, ön planda durur. Onun şagird ön plandadır da burada. Yani ki, onun necə deyim onu müəllimə? Təhsil tələbatından söhbət gedir. Şagird yönümlülükdən söhbət gedir. Şagirdin marağı nədir? Məsəl üçün, şagird var ki, məsələn, hər hansısa bir rəsm qabiliyyəti yüksəkdir. Müəllim onun müqabiliyyətini üzə çıxarmalı. Şagird var ki, riyazi qabiliyyəti yüksəkdir. Yəni, həmin o təhsildə olan tələblərdən olan şagird yönümlülük prinsipinə əsasən müəllimlər bunları nəzərə alırsa, deməli, pedaqoji prosesdə şagird yönümlülük onun marağını nəzərə almaq lazımdır da. Daha sonra inklüzivlik nədir bəs? Necə inkişaf, necə? İnklüzivlik nədir bəs? İnklüzivlik. İnklüzivdə müəllimə, burada elə bil ki, şagirdin, yəni xəstə olan uşaqlar da ola bilər. Yəni dərsdən elə bil ki, yəni şagirdin sağlamlığı imkanı olmayan uşaqlar da ola bilər orada. Yəni hamısına, bütün bu, həm sağlam uşaqlar üçün, həm xəstə olan nə ola bilər, onlar hamısı əlçatan olmalıdır. Yəni bu təhsil hamısı üçün əlçatan olmalıdır bütün uşaqlar üçün. Bəli. Daha sonra qaldı dəstəkləyici mühit nədir? Dəstəkləyici mühitdəki, yəni ki, təhsilin elə bil ki, bu psixoloji mühitlə əlaqələndirilir, dəstəkləyici mühit. Yəni ki, təhsilin keyfiyyətini yaşlaşdırmaq üçün sağlam mühit yaratmaq lazımdır. Deyirəm ki, Səmay müəllim, şagird dərsə gecikir, müəllim onu qapıda saxlayır. Hansı tələb pozulacaq? Bu da dəstəkləyici mühitin pozulmasıdır. Çünki niyə? Niyəsini deyək? Çünki uşaq dərsə geçib, onu da qapıda saxlayırsa, bu da uşaqda bu psixolojikdə, yəni bu uşağa digərlərin qarşısında pərt olacaq. Psixoloji uşaqları yanında həm də buna görə. Yəni bu psixoloji bu uşağa pis təsir edəcəkdir bu. Deyirəm ki, müəllim şagirdlərdə biliyi, bacarığı vərdişə çevirirsə, hansı tələbi reallaşdırır? Bu tamlıqdır. Deyirəm ki, müəllim mövzunu keçir, şagird keçirilən mövzunun həyatı əhəmiyyətini dərk etmirsə, hansı tələb pozuldu? Mövzunu demək keçir, onu həyatı üçün əhəmiyyəti nədirsə, bax, bu da dəstəkləyici mühitin pozulması. Bu günləri sinifdə hansı bir, deyək ki, biologiya müəllimidir, bitkilərin quruluşu haqqında və yaxud da ki, funksiyaları haqqında hər hansısa bir mövzu keçir. Şagirdlər bitkinin insan həyatı üçün nə qədər vacib olduğunu anlamırlar. Hansı tələb pozulur? Yəni, bu da tamlıq pozulur. Əlaqçı. Çünki bütöv şəkildə öyrətmir. Tamlığın bir hissəsidir, dedik, tərbiyələndiricidir. Yəni, öz həyatı üçün əhəmiyyətinin dərk edilməsindən söhbət gedir. Daha sonra deyirəm, müəllim mövzunu keçir, keçdiyi mövzu üzərində milli bəşəri dəyərləri aşılayır. Bu şəxsiyyət yönümlükdür. Əlaqçı. Deyirəm ki, müəllim şagirdlərin potensial imkanlarına aid olaraq tapşırıqlar verir. Şagirdin potensialı, bu şagird yönümlükdür, şagird yönümlük. Bax, potensiallarına uyğun olaraq şagirdlərə, məsəl üçün, deyək ki, fərqlilikləri nəzərə alır, deyək, diferensiyallığı nəzərə alırsa? Bu stimullaşdırıcı deyil, bu neydi deyəm?
Deyir ki, hərənin öz potensialına uyğun tapşırıq verir. Vizual olaraq olanlar şagirdlərə vizual olaraq verir və yaxud audial olaraq öyrənənlər audial olaraq hər hansı bir təqdimat edəcəklər. Hansı tələb reallaşacaq? Burada Əslində bilirsən, bərabər bərabər imkanların pozulması. Yaratılması. Qarışdırılması. Narahat olun. Sən müəyyənləməsiz mənə deyin görün, fərdi işin üstün cəhətləri nədir? Fərdi iş, yəni ki, burada üstün cəhətləri budur ki, uşaq, yəni ki, burada şagirddə tək, elə bil ki, bunda fərdi işləyir də, yəni bu fərdi iş ümumiyyətlə tək fərdilik, yəni tək işləyir də uşaq, yəni burada təklikdir, yəni uşaq özündə əlbəttə ki, sərbəst düşünmə var uşaqda, sərbəst düşünür, sonra yəni burada əməkdaşlığı yoxdur burada onun. Xüsusi fərli bir faydası budur ki, uşaq çünki öz tempi ilə işləyir. Öz tempi ilə işləyir, özü haqqında məlumatlı olur, nəyi bilir, nəyi bilmir. Çatışmayan cəhətlər nədir bəs? Necə müəllimə? Çatışmayan cəhəti nə ola bilər? Burada əməkdaşlıq yoxdur, ünsiyyət yoxdur. Mənim üçün problem yarana bilər, hamısı şagirdləri tək-tək yoxladığı üçün bunlar bunun deməli nədir? Çatışmayan cəhətləri hesab olunur. Daha sonra bu hansı iş formasıdır ki, deyirəm bu iş formasına əsasən deyək ki, əgər müəllimin sinfi idarə etməsi zəif olarsa səs-küy yarana bilər və yaxud utancaq şagirdlər varsa, pasiv şagirdlər varsa bu prosesdən kənarda qala bilər. Bu qruplarla işdir. Bir daha. Yox, kollektivlə bütün. Çünki deyirəm ki, pasiv utancaq şagird. Pasiv utancaq yerdə qalsa kollektivlədir. Bəli, kollektivlə işdən söhbət gedir. Daha sonra qruplarla iş necə aparılır dedik? Qruplarla kiçik komanda halında aparılır. Yəni kiçik bir komanda halında olur. Yəni burada biz ayırmaq olmaz. Zəif oxuyan da ola bilər içində, güclü də uşaqlar qarışdırırsan da zəif oxuyanla bir komandalar halında aparılır. Burada da məsəl üçün təcrübələri bölüşür. Bunun faydasıdır. Uşaqlar bir-birlərlə öz təcrübələrini bölüşürlər. Sonra əməkdaşlıq var burada, yaradıcılıq var burada. Əksi də ola bilər ki, bəziləri çox, bəziləri məsəl üçün az işləyir burada. Səs-küy var ola bilər burada məsəl üçün. Bu onun çatmayan cəhətidir. Əlaç. Qaydalar kim tərəfindən hazırlanır? Necə müəllimə? Qaydalar kim tərəfindən hazırlanır? Qaydalar müəllim tərəfindən hazırlanar da. Yəni ki, burada qayda budur ki, məsəl üçün, bu bir-birlərini gözləməlidir uşaqlar. Yəni, müəllim tərəfindən hazırlanır, yoxsa şagirdlərlə birlikdə? Necə müəllimə? Şagirdlərlə birlikdə hazırlanır, yoxsa müəllim tərəfindən hazırlanır? Yox, bu qaydalar şagirdlə bir yerdə hazırlanır. Şagirdlərlə bir yerdə hazırlanır. Şagirdlər öz hazırladığı qaydaya deyir, daha yaxşı əməl etmiş olur. Daha sonra, belə, çox sağ olun. Oldu müəllimə. Sağ ol müəllimə. Sağ olun. Deməli, Əminə müəllimə, buyurun. Müəllimə, axşamınız xeyir olsun yenə də hamınıza. Vaxtınız xeyir olsun. Əminə müəllimə, siz mənə deyin görüm, ümumiyyətlə, dövlət standartlarına nələr daxildir, bir neçəsinin adını çəkək? Dövlət standartlarına dərsin məzmunu, nəticəsi, qiymətləndirilməsi, sonra texniki bazadır, idarə olunmasıdır, infrastrukturudur, bunlar daxildir. Bax, ümumiyyətlə deyin mənə görüm, infrastruktur önəmlidir, yoxsa maddi-texniki baza? infrastruktur nədir? O üçün məktəb olmasa, uşaqlar heç yanda oxuya bilməz. Yəni bu önəmlidir, çünki önəmlidir ki, uşaqlar da orada dərs keçsin də, yəni şərait yaradılsın. Əla. Daha sonra siz mənə deyin görüm, deməli Əminə müəllimə, pedaqoji prosesin tamlığı nədir?
pedaqoji prosesin tamamlığı ki, gərək bütün şagirdləri eyni nəzərdə alasa, yəni yoxsa yox, tamamlığı ki, şagirdlər tam tamamlığı ki, gərək bütün şagirdlərlə eyni səviyyədə danışasan, onların bütün dediklərini eşidəsən, onlarla bərabər imkanlar yanada, yəni hamısı ilə eyni səviyyədə danışasan. İndi mən bir neçə sual verim, görək bunlar hangisine aid olacaq. Situasiyaların üzərində işləyək. Deyirəm ki, mənim şagirdlərdə bilik, bacarığı, vərdişi formalaşdırırsa, hansı tələb reallaşdırır? Biliklə bacarığı formalaşdırırsa, Bilik, bacarıq, vərdiş formalaşdırırsa, hansı tələb reallaşacaq? burada tamlıqdır müəllim. Evet. Deyirəm, müəllim mövzunu keçir. Şagird deməli həyati əhəmiyyətinin mövzunu haqqında olan biliklərdə həyati əhəmiyyətini dərk etmirsə, hansı tələb pozulacaq? Dərk etmirsə, burada Həyati əhəmiyyətin. Şagird, məsələn, deyək ki, pullar mövzusunu keçir, pula qənaət mövzusunu keçir. Məsələn, qənaətin nə olduğunu, pula qənaət olmasa nələrin baş verəcəyini şagird dərk etmir. Hansı tələb pozulacaq? yenə də orada tamlıqdır. Tamlığın pozulmasından söhbət gedir. Daha sonra deyirəm ki, şagird dərsə gecikir, müəllim onu qapıda saxlayır, hansı tələb pozulur? Dəstəkləyici mühit. Deyirəm ki, müəllim şagirdlərə eyni çətinlik dərəcəli tapşırıq verir, hansı tələb pozuldu? Burada bərabər imkanlar pozulur. Əlaç. Deyirəm ki, deməli, sinifdə əlil arabasında bir şagird var. Bu şagird elektron lövhədən istifadə etmək istəyir. Mən buna şərait yaratmıramsa, hansı tələbi pozurum? İnklüzivlik. Əlaç, inklüzivlikdən söhbət gedirdi. Daha sonra nə qaldı soruşmadığım sizdən? Məktəb valideyn əlaqəsi nədir? Məktəb valideyn əlaqəsi. Burada məktəblə valideyn əlaqəsi olmalıdır ki, şagirdlər haqqında məlumat verilsin. Burada yenə də bərabər imkanlardır müəllim yoxsa? Məktəb valideyn əlaqəsi də budur ki, yəni məsələn, valideyndir, evladı haqqında məlumat əldə etmək istəyirsə, mən buna məlumat vermirəmsə, deməli burada bu prinsip pozulmuş oldu, bu tələb pozulmuş. Bərabər imkanlardır orada yoxsa? Yox, məktəb valideyn əlaqəsi. Deməli, deyirəm ki, şagird dərsdə, deyək ki, hər hansı bir səhvə yol verir, mən onu səhvini düzəltmək üçün istiqamət verirəm və istiqamətdən sonra şagird həvəslənir, həmin o səhvi aradan qaldırır. Hansı tələb reallaşdı? Dəstəkləyici mühit. Yox, bax, səhvə yol verir, səhvini düzəliş etmək üçün istiqamət verirəm. Yəni, bir növ buna həvəs verirəm. Hansındaydı bu? Məsələn, görürəm ki, bitişik yazır sözləri. Deyirəm ki, deməli, xəttin səliqəlidir, lakin diqqət etsən, sözləri bitişik yazmasan daha yaxşı olar. Artıq burada şagird həvəsləndi ki, müəllim mənim xəttimi təriflədi və başlayır düzgün şəkildə ardını yazmağa. Hansı tələbdən söhbət gedir? Fəaliyyət. Stimullaşdırılmasıdır da, fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması. Bunun şagirdin nəticələrini təhlil edilmirsə, hansı tələb pozulur? Məsələn, deyək ki, summativ keçirdirsiniz, şagirdləriniz görürsünüz, bir çoxu eyni mövzudan aşağı nəticə əldə edib, onun üzərində işləmirsinizsə, hansı tələbi pozdunuz? Burada yenə tamlıq pozuldu müəllim. İnkişaf. İnkişaf. Yönümlük. İnkişaf. Onlardan gedir söhbət. Təlimin formaları hansılardır? Neçə cür təlim forması var? 4 cür təlim forması var. Fərdi, qrupla, cütlərlə, bir də kollektiv. Evet. İndi siz mənə deyin görüm. Bunlardan fərdi deməli təlim forması haqqında danışın.
fərdi təlim forması, yəni hər hansı bir uşaq haqqında elə bil ki, yalnız məsəl üçün tək uşaqla məşğul olursan da, yəni onun bacarıqları ilə, onun nə bilim, onunla diyaloq aparsan, fərdi məşğul olursan, tək. Nə bilim, belə başa düşdüm. Təlim forması dedikdə, yəni şagirdin tək başına yerinə yetirmiş olduğu fəaliyyətdir. Burada həm də şagird özü haqqında malik olur, nəyi güclüyü, nəyi bildiyini, nəyi bilmədiyini müəyyənləşdirmiş olur. Çatışmayan cəhətləri nələr ola bilər? Çatışmayan cəhəti odur ki, burada uşaq təkdir, yəni tək təlim alır, dərs öyrənir. Yəni cütlər də olsa, qruplar olsa daha yaxşı öyrənə bilər. Yəni çatışmayan cəhəti budur ki, şagird rəy verə bilmir, sosial bacarıqlar inkişaf etmir və yaxud da ki, deyək ki, şagird sayı sinifdə çoxdur. Təsəvvür edin ki, 40 dənə şagirddir, bir dənə müəllim. Nə bilim, 30 dənə şagirddir, bir dənə müəllim. Bu zaman şagirdləri qiymətləndirməkdə əlbəttə ki, çətinlik yarana bilər fərdi iş formasında. Cütlərlə iş necə aparılır dedik? Cütlərlə işdə, məsəl üçün, bir neçə şagirdin bir yerdə olması nəticəsində aparılır. Burada da elə bil ki, uşaqların arasında rəqabət yaranır. Bir-birisi arasında. Bəli, burada şagirdlər bir-birlərini öyrənirlər, fikir mübadiləsi aparırlar, onlarda empatiya duyğusu da formalaşır, zəif şagird, güclü şagirddən öyrənmiş olur. Çatışmayan cəhəti də budur ki, hər mənfi münasibət varsa, bir-birlərinin mənfisinə rəy vermiş olacaqlar. Qruplarla iş necə təşkil olunur dedik? Qruplarla da iş, yəni bir sinifdə şagirdləri 4 qrupa bölürsən. Burada da qruplarla işdə şagirdlər hər hansı bir mövzunu öz aralarında müzakirə eləyirlər, bilmədiklərini bir-birisinə öyrədirlər ki, məsələn, bizim qrup qalib gəlsin belə. Bunlarda rəqabət yerində yenə də o qrupdan üstün olaq biz. Yox, qruplarla iş elə təşkil olunur. Qruplarla iş dedikdə, ümumilikdə kiçik komandalar şəklində təşkil olunan işlərdən söhbət gedir ki, burada məsələn yaradıcı qabiliyyət yüksək olur. Niyə? Çünki 4 dənə deyək ki, şagird var bir qrupda, 5 dənə şagird var, 4-5 dənə də fərqli perspektiv var, fərqli fikir var, fərqli ideya var. Yaradıcı düşüncə bunlarda inkişaf edir, yaxın inkişaf zonası inkişaf etmiş olur, problem həll etmədir və yaxud da ki, ünsiyyətdir, yəni təcrübələri bölüşməkdir. Bu kimi bacarıqlar bunlarda yüksək olur. Bunların faydalı, üstün cəhətləridir. Çatışmayan cəhətləri də budur ki, deyə bilərik ki, məsəl üçün, şagirdlərdən bəziləri çox işləyə bilər, bəziləri az işləyə bilər. Və yaxud da ki, qiymətləndirmə meyarı yoxdursa, qayda yoxdursa, şagirdlər arasında narazılığa səbəb ola bilər. Qaydalar kim tərəfindən hazırlanır? Müəllim tərəfindən. Şagirdlər bu qaydalarda iştirak etmir, hazırlanarkən? Qaydalarda müəllim də, şagirdlə ikisi də iştirak edir. Yəni, ikisi də rəy verə bilir də, yəni. Yəni, məsələn, mən hazırladığım qaydaya şagirdlərin əməl etməsi biraz çətin ola bilər. Məsəl üçün, onlar deyə bilərlər ki, biz məsəl üçün, öz qaydalarımız, öz hazırlamış olduğumuz qaydaya əməl edə bilərik. Bir də insan özünün hazırladığı qaydaya daha, məsəl üçün, özünün bişirdiyini, özünün, nə bilim, belə lori dildə deyək, özünün etdiyini daha çox bəyənir. Burada da şagirdlər özlərinin hazırlamış olduğu qaydaya daha çox əməl etdikləri üçün deyilir ki, ümumiyyətlə, qaydalar şagirdlərlə bir yerdə hazırlansa, daha yaxşı olmuş ola bilər. Daha sonra, siz mənə deyin görün, bu qrup işinin qiymətləndirilməsi necə aparılır? Qrup işinin qiymətləndirilməsi müəllim tərəfindən aparılır. Yəni, burada fəal qruplar qiymətləndirilir. Müəllim tərəfindən məzmun nədirsə, məqsəd nədirsə, həmin məqsədimizə əsasən qiymətləndirməmiz aparılmalıdır. Məsələn, şagirdlərin fəaliyyəti qiymətləndirilməlidir. Yəni, məqsədə çatdılarmı, çatmadılarmı, onu qiymətləndirmək lazımdır. Ay, sən çox işlədin, ay, sən az işlədin, qiymətləndirmə olmaz. Daha sonra bütün siniflə iş necə aparılır dedik? Bütün siniflə iş kollektiv işdir də mənim. Bütün siniflə necə?
Yani bir mövzunu bütün siniflə müzakirə edirsən, onlarla yani iş aparırsan da belə deyil. Kollektiv, hər hansı bir oyun oynayırsan, kollektiv oynayırlar uşaqlar belə. Və birlikdə bütün şagirdlər eyni bir fəaliyyətdə cəmlənir. Bunun üstün cəhətlərindən də bir ibarətdir ki, elə hamı bir fəaliyyətdə olur, bir-birinə təcrübə bölüşə bilirlər. Lakin çatışmayan cəhəti nədir? Çatışmayan cəhəti odur ki, bunlarda məsəl üçün biri suallarda daha çox cavab verir, biri zəif cavab verir. Bəli, pasiv şagirdlər kənarda qala bilər, müəllim idarə etməsi zəifdirsə, səs-küy yaranmış olacaq. Çox sağ olun. Sağ ol, sağ ol. Daha sonra Türkçən müəllimə, buyurun, zəhmət olmasın. Bəli, müəllimə. Hamınız xeyir olsun. Axşamınız xeyir. Bizdə seçməsiyədi, yoxsa nə deyil? Deməkdir. Lap yaxşı. Mənə deyin görüm, neçə təlim forması var dedik, yəni iş formalarımız var. 4 cür iş forması var. Fərdi iş, cütlərlə iş, qrupla iş, kollektivlə iş. Əla. Siz indi mənə deyin görüm, deməli, fərdi işin cəhətləri nədir? Fərdi işdə hər bir şagirdə verilən işi özü tək başına da fərdi şəkildə icra edir. Burada da deməli, fərdi iş zamanı deməli, şagirdlərin inkişaf səviyyəsini izləyə bilir müəllim. Sonra şagirdin zəif tərəflərini müəyyən edə bilir. Şagird də burada özünə inam artır, özünün zəif, güclü tərəflərini görə bilir. Əla. Çatışmayan cəhətləri nələr ola bilər? Burada da ünsiyyət bacarığı olmur, əməkdaşlıq olmur, nitq inkişaf etmir. Əgər sinifdə uşaq çox olarsa, müəllimin yükü artır və iş yükü artır. Əla. Cütlərlə iş necə aparılır? Orada da 2 şagird birlikdə iş gedir. 2 şagird birlikdə iş görür, əməkdaşlıq edir. Burada da əməkdaşlıq bacarığı inkişaf edir, ünsiyyət inkişaf edir, bir-birini dəyərləndirmə bacarığı, nə bilim, fikir mübadiləsi gedir. Əla. Çatışmayan nələr ola bilər? Burada da o bir-biri ilə yola getməyən uşaqlar olarsa, aralarında münaqişə olarsa, bu biraz cütlərlə işdə problem yarada bilər. Əla. Qruplarla iş necə təşkil olunur? Qrupla da iş, şagirdlər 3 ya 6 nəfər olaraq qruplara ayrılır. Burada da əməkdaşlıq bacarığı inkişaf edir, ünsiyyət inkişaf edir, fikir mübadiləsi olur, yaradıcılıq inkişaf edir, sonra problem həll etmə olur, komanda işi olur da. Əla. Daha sonra çatışmayan cəhətləri nələr ola bilər? Çatışmayan cəhətləri burada da dedik ki, şagirdlərdə fikir ayrılığı ola bilər, bəziləri çox işləyə bilər. orada münaqişə yarana bilər də o fikir ayrılığına görə. Qaydalar kimdən hazırlanır? Burada da müəllim və şagirdlərlə. Əla. Hansı qaydalardır? Birincisi, ikisini deyək. Bir-birlərinə hörmət eləmək, bir-birlərin sözünü kəsməmək, bir-birlərinə qulaq asmaq. Qiymətləndirilməsi necə aparılmalıdır? Burada da qiymətləndirilməsi demək, burada da hər bir şagirdin fəaliyyətinə uyğun qiymətləndirmə aparılır da. Məqsədə çatıldı mı, çatılmadı mı? O qiymətləndirilir. Yəni, ay sən çox işlədin, sən az işlədin, əsasən qiymətləndirmə olur. Yəni, məqsədə, qrup fəaliyyətinin məqsədi nədir? Həmin məqsədə çatdılar mı? Buna əsasən qiymətləndirilmə iş olur. Bütün siniflə və yaxud kollektivlə iş necə aparılır dedik? Burada bütün şagirdlər, bütün kollektiv eyni anda işləyir də, eyni problemin həllinə cəlb olunurlar. Müəllimlə, şagirdlərlə, bütünlükdə, kollektivlə eyni anda işləyə bilir müəllim. Əlat. Burada
cəhət odur ki, zəif şagird, massiv şagird yayına bilir də, kollektivdən kənar qala bilir. Əlaçı. Bəli, passiv şagirddirsə, utancaqdırsa, müəllimin dəritməsi zəifdirsə, əlbəttə ki, prosesdən kənar qalmış olacaq. Belə, çox sağ olun, Türkan müəllimə. Sağ olun. Keçək digər müəllimimizə. Reyhan müəllimə, buyurun. Salam, hər vaxtınız xeyir müəlliməcəsiz. Xeyir olsun. Sizdə sertifikasiyadır, yoxsa mıydı? Bəli, bəli. Yaxşı. Deməli, təhsil qanununun 2-ni vermişdim sizə. Dövlət standartlarına nələr daxildir dedik? Bura məzmunu, təhsilin məzmunudur, təhsilin idarə olunmasıdır, infrastrukturdur, maddi texniki bazadır, Maddi texnika baza önəmlidir, yoxsa infrastruktur? infrastruktur önəmlidir. İnfrastruktur, yəni xaricdə olanlardır. Bura məktəb binası, məsələn, olmasa, dərsin tədrisi olmaz. İdarə olunma dedikdə nə nəzərdə tutulur? İdarə olunma, pedaqoji şura vasitəsilə idarə olunur təhsil. Şagirdlərin keyfiyyət göstərisi də onların qazandığı bilik, bacarıq bunlardır. Bilik, bacarıq Əsas sizin nəzərinizə biz pedaqoji prosesin yəni tələblərində. Tamlıq nədir? Tamlıq öyrədici, tərbiyə edici olmalıdır, inkişaf etdirici olmalıdır. Daha sonra dəstəkləyici mühit? Dəstəkləyici mühit deməli şagird üçün belə deyək də şəraitlər olmalıdır, bina olmalıdır, təhlükəsizlik təmin olunmalıdır. Bax, deyirəm ki, şagird müəllimə hər hansı bir sual verir, müəllim şagird aqressiv cavablandırırsa, müəllim şagirdin sualını hansı tələb bozacaq? Şagird sualı ünvanlayır, müəllim də aqressiv cavab verir. Hansı tələb pozuldu? Burada dəstəkləyici mühit pozulur da. Bəli, dəstəkləyici mühit pozulmuş olur. Deyirəm ki, şagird səhvə yol verir. Müəllim şagirdin səhvini düzəltmək üçün istiqamət verirsə, hansı tələbə əməl edir? Stimullaşdırma, stimul verir. BSG keçirirsiniz, BSG-nin nəticələrini təhlil etmirsinizsə, hansı tələb pozursunuz? Nəticə yönümlük pozulur. İnkişaf yönümlü. Daha sonra deyirəm ki, şagirdlərə hər hansı bir tapşırıq verəcəksiniz, lakin sinifdə müxtəlifliyi, diferensiallığı nəzərə alırsınızsa, hansı tələb reallaşdırırsınız? Burada inklüzivliyi də nəzərə alınır. Deyirəm, fərqlilikləri nəzərə alırsınız, fərqlilikləri. Məsəl üçün, şagirdlərin hər kəsin öyrənmə tərzinə uyğun yanaşırsınız, diferensial yanaşırsınız. Bərabər imkanların yaranması. Bərabər imkanlardan söhbət gedir. Müəllim şagirdlərdə bilik, bacarığı, vərdişi formalaşdırırsa, hansı tələbi reallaşdırır? Şagird yönümlü. Bilik, bacarıq, vərdişdən söhbət gedir. Reallaşdırırsa, hansı tələb reallaşdırır? Tələb yönümlü. Tamlıq. Tamlıq. Gedir. Bunları transfer. Daha sonra soruşmadığım sizdən, deməli, inklüzivlik nədir bəs? İnklüzivlik sağlamlığı məhdudiyyəti olan şagirdlər bura daxildir. Yəni, onların da təhsildə iştirak olması təmin olmalıdır, təhsildən kənara qalmamalıdır. İlən müəllim şagirdlərə bilik, bacarıq səviyyəsi həm aşağı, həm də yuxarı nəzərə alırsa, ümumiyyətlə, ki, sinifdə həm bilik, bacarıq cəhətdən, həm aşağı, həm yuxarı şagirdlər oxuyursa, sinifdə hansı tələb gözlənilib? Bilik, bacarıq. Yox, bu imtihana düşmüş sualdır. Sinifdə bilik, bacarıq səviyyəsi aşağı, həm də yuxarı olan şagirdlər təhsil alır. Deyil, burada hansı tələb gözlənilib?
İnklusivlik mi? Bəli, inklüzivlidir. Niyə? Çünkü her cür şagird nəzərə alınır da. Bəli, çünki məsələn şagird var Down sindromludur, şagird var ki, nədən hansısa bir digər xəstəliyi var. Yəni, deyəsən, sağlamlıq məhdudiyyəti, xəstəliyi deməyək, sağlamlıq məhdudiyyəti, yəni imkanları zəif olan şagirdlər. Yəni, bunların hamısını nəzərə almış olursa, deməli, bu sinifdə inklüzivlik gözlənilmiş olub. Daha sonra təlimin neçə forması var? Cütlərlə, fərdi, qruplarla kollektiv. Qrup işinin üstün cəhətləri nədir? Qrup işi odur ki, burada əgər iki nəfərdən biri yaxşı bir pisdirsə, o Qrup zəif işindən söhbət gedir. öyrənir də o birisini. Sinirli budur. Qrup işindən söhbət gedir. Qrup. Qrup. Qrupda bir neçə şagird iştirak eləyir. Hər bir şagirdin də öz fikri olur da. Tutaq ki, bir qrupda 4 nəfər iştirak eləyir, 4 dənə burada siyasi olur, 4 dənə təklif olur. Bu da orada əməkdaşlığın artmasıdır, sonra yaradıcılığın artmasıdır. Bunlara köməklik edir. Çatışmayan cəhətləri nə ola bilər? Çatışmanın cəhəti də odur ki, burada biri zəif olduqda o kənarda qala bilər də. Biri zəif olarsa deyəndə, yəni kimsə az işləyə bilər, kimsə çox işləyə bilər, meyarlar olmazsa, qaydalar olmazsa narazılığa gətirib çıxara bilər. Daha sonra deməli nə qaldı soruşmadığım, bütün siniflə iş necə aparılır? Kollektivlə işdir. Burada hamı kollektiv, bütün işlərə kollektiv cəlb olunur da, hamı eyni cür iştirak edir. Burada da Çatışmayan cəhəti nədir kollektiv işin? burada fikir ayrılığı yarana bilər. Kollektivdən söhbət gedir. Pasiv şagirdlər nə olacaq? Kənarda qalacaq passivlər, sonracan iştirak eləyə bilməyəcək, çətin olacaq onlar üçün. Kənarda qalacaq. Bu da bunun mənfi xüsusiyyətidir. Pasiv şagird varsa, utancaq şagird varsa, müəllimin sinfi idarə etməsi, yəni zəifdirsə, burada artıq bütün siniflərlə iş forması, yəni kollektivlə iş forması effektiv şəkildə alınmayacaq. Çox sağ olun, Reyhan müəllimə. Siz sağ olun. Şunay müəllimə, buyurun. Salam müəllim. Hər vaxtınız xeyir olsun. Deməli, Cünay müəllimə, siz mənə deyin görün, deməli, dövlət standartlarına nələr daxildir dedik? Təhsilin məzmunu, təhsilin idarə olunması, təhsildə bərabər imkanların yaradılması, maddi tədris bazası, təhsil səviyyəsində təhsilin təşkili, məsələ hazırlıq, idarə metamot. Bunların səriştələrdir, sonra bunların hamısını bir-bir keçəcəyik sizinlə. İndi əvvəlkilərdən sorucu, məsəl üçün, bunlardan maddi texniki baza önəmlidir deyirik, yoxsa infrastruktur? İnfrastruktur. İnfrastruktura nələr daxildir? Bir-iki element deyək. İnfrastruktura daxil dedi ki, məktəb binası idi, sonra internet, laboratoriya, qaz, su, elektrik, daha sonra kadrlar, yəni məktəb heyəti, bunlar daxil edilir. Daha sonra idarə edilməsi necədir? Neçə hissəyə bölünür? 3 hissəyə. Hesabatlıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitoringi. Əlaç. Daha sonra siz mənə deyin görüm, burada sizinlə qaldıq, pedaqoji tələblərə gələk. Pedaqoji tələblərdə tamlıq nədir? İnkişaf etdirici, öyrədici, bir də tərbiyə edici olmalıdır təhsilin, yəni məqsədi. Deyək ki, şagirdlərə hər hansısa bir, məsəl üçün deyək, hər hansı bir tarixi hadisə haqqında danışırsınız, dərs keçirsiniz.
Tarixi hadisə haqqında danışdıqdan sonra şagirdlər deməli, həmin hadisənin gələcək həyatları üçün, məsəl üçün, gələcəkdə o devirdən bu devirlə əlaqə qurub nə qədər əhəmiyyətli olduğunu dərk edə bilirlərsə, hansı tələbi reallaşdırdınız? Tamlığı, pedaqoji prosesin tamlığı. Tamlıqdan söhbət gedirdi. Daha sonra, deyək ki, şagirdlərə, məsəl üçün, fərqlilikləri nəzərə alırsınız, hansı tələbi reallaşdırırsınız, buna əsasən tapşırıqlar verirsiniz. Fərqlilikləri nədir? İnklüzivlik. Fərqlilikləri, bax, deyək ki, diferensial yanaşırsınız, fərqli, məsəl üçün, potensialıdır, maraq dairələridir, imkanlarıdır. Bərabər imkanların yaradılması. Bəli, bərabər imkanların yaradılmasından söhbət gedirdi. Deyir ki, əgər məktəbdə, maddi-texniki bazada çatışmamazlıq varsa, hansı tələb pozulub? Aha, bəli. Dəstəkləyici mühit. Əlaç. Bax, deyirəm ki, deyirsiniz ki, tarix fənnini tədris edirsiniz. Deyirsiniz ki, kim mənim yanımda hazırlığa qalacaqsa, bax, bu elektron lövhədən də o istifadə edəcək. Nə bilim, bu kompüterdən o istifadə edəcək. Hansı tələbi pozacaqsınız? Dəstəkləyici mühit. O, bərabər imkanlar. Bəli, bərabər imkanlar. Çünki niyə? Yalnız deyirsiniz, kim qalacaq yanımda, onlar istifadə etmiş olacaq. İstəyirəm, sinifdə əlil arabasında bir şagird var. Deyək ki, hər hansısa bir, məsəl üçün, vəsaitlərdən istifadə etmək istəyir, elektron lövhə olsun və yaxud da ki, kompüter olsun. Buna şərait yaratmırsınızsa, hansı tələbi pozacaqsınız? İnklüzivlik. Əlaç. Deyirəm ki, məsəl üçün, şagirdlərə hər hansısa bir tarixi hadisəni keçirsiniz. Şagird həmin tarixi hadisənin, deyək ki, əhəmiyyətini dərk edir. Məsəl üçün, milli bəşəri əhəmiyyəti nədən ibarətdir? Onu dərk edir. Məsəl üçün, zəfər tarixini keçirsiniz. Məsəl üçün, Şuşa əməliyyatının nə qədər əhəmiyyətli olduğunu, milli bəşəri dəyərlərini anlayırsa, hansı tələb reallaşır? Tamlıq. Yox. Bax, milli bəşəri dəyərlər varsa, bunu aşlayırsınızsa. Milli bəşəri dəyərlər. Şagird yorumluyor müəllimi. Hansıydı? Onu bilmədim. Bax, ümumiyyətlə dedik ki, milli bəşəri dəyərlər hansının içərisində yer alır? Bax, tarixi haqqında, hər hansı bir tarixi hadisə haqqında məlumat verirsiniz və burada şagirdlərdə milli bəşəri dəyərləri aşılamış olursunuz. Məsəl üçün, öz tarixlərini aşılayırsınız onlara. Bilmədim. Şəxsiyyət? Bəli, şəxsiyyət yönümlülük. Bəli, şəxsiyyət yönümlülükdən söhbət gedir. Deyirəm ki, şagirdlərə hər hansı bir səhv edir, şagirdlərimizdən biri, ona rəy verirsiniz. Həmin rəyə əsasən şagird fəaliyyətində düzəliş edirsə, hansı tələb reallaşdırdınız? Stimullaşdırıcı. Əlaç. Daha sonra, deyirəm ki, hər hansı bir diaqnostik qiymətləndirmə təşkil edirsiniz bölmə əvvəlində. Şagirdlərin potensialını görürsünüz ki, məsəl üçün, bir çox mövzularda aşağıdır, lakin heç üzərində işləmirsiniz. Elə necə var, elə keçib gedirsiniz. Hansı tələb pozuldu? İnkişaf yönümlülük. Bəli, inkişaf yönümlülük. Neçə cür təlim forması var dedik? 4 fərdi, cütlərlə, qrupla, bir də kollektiv. Hansı iş formasının çatışmayan cəhətidir ki, deyirəm, şagird sayı çox olduğu zaman müəllimin bu iş formasına istifadə etməsi çətinlik yarada bilər. Bəli, fərdi işdən söhbət gedirdi. Hansındaydı ki, deyirəm ki, əgər şagirdlərin bir-birinə qarşı mənfi münasibət varsa, şagirdlər bir yerdə cütlərlə işdən söhbət gedir. Daha sonra bu hansı təlim formasıdır ki, deyirəm ki, burada şagirdlər bir-birlərindən öyrənir, təcrübə bölüşür, empatiya hissi formalaşır cütlərlə. Qruplarla iş necə aparılır? Qruplarla iş hər hansı bir, yəni qrup şəklində və yaxud kollektiv şəklində bölünür. Sonra bir-birlərlə deyil, yaxın inkişaf zonası inkişaf edir. Burada ünsiyyət qurma bacarığı, bir-birlərlə, yəni bildiklərini bölüşür. Sonra burada çatışmayan cəhət o idi ki, şagirdlər biri digərinə nisbətən az və yaxud çox işləyə bilər.
Məsələn, səs-küy yarana bilər. Müəllim deyir, bu səs-küyü ayırd etməlidir ki, bu ümumi söhbət səs-küyüdür, yoxsa hər hansı bir deyək ki, dərsin araşdırılmasının olan səs-küyüdür. Qrup işində də hansısa bir qaydanın pozulmaması üçün müəllim və şagird bir yerdə qrup işi qaydaları təşkil edilməlidir ki, məsələn, danışıq zamanı şagird bir-birinin növbə ilə danışmalıdır, sonra bir-birini deyir, axıracan dinləməlidir. Bir-birini şəxsinə yox, fikirlərinə, məsələn, yəni özünə yoxsa danışıqlarına fikir bildirməlidir. Əlacı, bütün siniflə iş necə aparılır bəs? Bütün sinifi əhatə edir iş. Burada da deyir ki, müəllim diqqət yetirməlidir ki, pasiv şagirdlər kənarda qalmasın. Əlacı. Həm də burada deyir ki, hər kəs bir fəaliyyətdə birləşdiyi üçün Bəli. Bütün sinifin işi digərlərindən fərqi odur ki, burada müəllim iştirak edə bilir özü. Bəli, əlacı. Belə, çox sağ olun, Günay müəllimə. Bizə sağ olun. Daha sonra keçək. Aydın müəllim, buyurun. Mən məcələ sana bir sualda iştirak edeməyəcəm. Yaxşı. Əkbər müəllim, buyurun. Müəllim, axşamınız xeyir olsun daha. Əkbər müəllim, siz mənə deyin görüm, deməli, dövlət standartlarına dediyi nələr daxildir? Dövlət standartlarının ümumi təhsil məzunu, ümumi təhsilin məzunu idarə olunması, ümumi təhsilin maddi texniki və tədris bazası, bir də infrastrukturu, Maddi texnika bazası. ümumi təhsilin sistemdə tədris verən keyfiyyət göstəricilərdir. Yetərlidir. Deməli, deyin mənə görüm. Ümumi təhsilin prinsipləri Yetərlidir. Mənə deyin görüm, bunlardan maddi texnika baza önəmlidir, yoxsa infrastruktur? Hansı önəmlidir daha çox? Müəllim, səsiniz 40-40 gəlir. Dəsən internet bizə zəifdir. Deyirəm, maddi texnika baza önəmlidir, yoxsa infrastruktur? İnfrastruktur önəmlidir. Bəli, əlbəttə ki, infrastruktur önəmlidir. Baxın, bunlardan bir neçə element deyim, görək hansına aid edilir. Məsələn, deyirəm, qaz, işıq, kadr, bina. Bunlar hansına aid ediləcək? Bunlar infrastruktura aiddir müəllim. Evet. Pedaqoji prosesin tələblərindən tamlıq nədir? Deməkdir. Pedaqoji prosesin tələblərindən tamlıq nədir dedik? Bəli müəllim, səsiniz 40-40 gəldi, yenə yaxşı işləmirəm. Sizdə internet zəifdir, səhv eləmirəmsə. Deyirəm, tamlıq nədir dedik? İnternet səsiniz zəifdir. İstəyirsiniz çıxın Əkbər müəllim, yenidən daxil olun. Səsiniz sizə gec gedir. Belə sual cavab bilmirəm necə edəcəm. Yaxşı olun. İstəyirsiniz yenidən çıxın daxil olun, bəlkə düzələr. Fərşan müəllimə, sizlə davam edək. Yaxşı olun. Fərşan müəllimə. Fərşan müəllimə, bir də Səmin müəllim, siz qalmışsınız. Biriniz açın mikrofonu. Bəli, gəldim. Axşamınız. Canınız xeyir olsun. Fərşan müəllim, siz nikdə yoxsa sertifikasiya? Məncə nik oldu. Nikdə mən. Lap yaxşı. Təlim formullarını sayaq. Səsim gəlir, yoxsa? Bəli, bəli. Təlim formalarını sayaq, zəhmət olmasa. Cütlərlə iş, kollektivlə iş, fərdi iş, bir də qrupla iş. İndi baxın, mən bir neçə xüsusiyyət deyim, görə bu hansı iş formasına aid ediləcək. Deyirəm ki, bu iş forması əsasında şagirdlər, məsəl üçün, deyək ki,
özləri haqqında ilkin məlumata sahib olurlar, zəif və güclü tərəflər bilmiş olurlar. Bu fərdidir. Aha. Bəs bu nasıl işin çatışmayan cəhətidir ki, deyirəm ki, şagirdlər arasında mənfi münasibət olarsa, bu işin formasını istifadə etmək effektiv nəticə, effektiv olmaz yəni. Bu cütlərlə işdir. Aha. Bəs bu nasıldır? Deyirəm, şagird sayı çox olduqda müəllim üçün problem yarana bilər. Sosial bacarıqlar şagirdlər inkişaf etmir, yəni kölgədə qalmış olur. Kollektivlə iş. Kollektiv idi, yoxsa kollektiv deyil. Yox. Qrup. Bax, deyirəm ki, sosial bacarıqlar inkişaf etmir, kölgədə qalır. Sosial bacarıqlar nə zaman kölgədə qalır? Qrupla. Fərdi. Sosial bacarıq dedikdə, yəni əməkdaşlıqdır, ünsiyyətdir, kommunikasiyadır. Yəni bu Müəllim deyirsiniz, çətinlik çəkir o. müəllim çətinlik çəkir, fərdi işlədir də. Məsələn, deyək ki, 40 dənə şagirddir, Pərşan müəllimə. 40 dənə də şagirdin albomu var. İndi bunu siz yoxlamalısınız. Və yaxud da ki, 40 dənə şagirddir, hərəsinə şəkili ayrıca vermişsiniz, deyirsiniz, çəkin. İndi bax, onu siz yoxlayıb rəy verməsiniz, qiymət verməsiniz. Bir var ki, bunları 5-5 oturturasınız, nə bilim 6-6 otuzdurasınız, qruplarla işə cəlb edəsiniz. Bu 40 şagirdi 5 dənə qrupa rəy verəsiniz. Bir də var ki, 40 şagirdin 40-ına da rəy verib qiymət yazasınız. Hansında çətinlik yaranacaq? Fərdidir. Bəli, fərqdir. Ona görə də deyilir ki, şagird sayı çox olduqda müəllim üçün çətinlik yarana bilər. Bu işində də düzdür, çətinlik yarana bilir qiymətləndirmə zamanı. Çünki niyə? Qiymət verərkən şagirdlərin fəaliyyətinə qiymət, yəni təlim nəticəsi nədir, məqsəd nədir, ona qiymətləndirməliyik. Ay sən az işlədin, ay sən çox işlədin, bu kimi qiymətləndirmə olmaz. Burada da var, düz deyirsiniz. Ola bilər ki, onu ilə qatdınız. Deməli, fərdi işin qiymətləndirilməsi necə aparılır? Fərdi işin qiymətləndirilməsi həm müəllim, həm şagird tərəfindən özünü qiymətləndirmədən istifadə edir şagird. Sonra zəif və güclü tələblərini müəyyən edir. İnkişaf səviyyəsini bilir. Qruplarla iş necə təşkil olunur? Qruplarla iş necə təşkil olunur? Qrup işləyində burada danışıq növbəsi gözlənməlidir, bir-birini dinləməlidir sonradan, bir-birinə kömək etməlidir, şəxsinə deyil də ideyalarına fikir bildirməlidir. Düzdür, mənim düz dedim də. Bəli. Burada biz qruplarla işi təşkil edərkən nə etməliyik? Əsasən fikir verməliyik ki, qrup qaydaları olsun. Ondan əlavə olaraq və yaxud da ki, qiymətləndirmə meyarımız olsun. Yəni, bunlara diqqət etmək lazımdır. Daha sonra, bəs bunun üstün cəhətləri nə ola bilər? Qiymətləndirməsi. Üstün cəhətləri. Şagirdlərdə bilik bacarıq formalaşacaq. Deyər ki, kollektiv işləyəcəklər, hər ayrı-ayrı fikirlər olacaq, bir yerə toplanacaq, yaradıcı düşüncə onlarda daha yüksək olacaq. Burada yəni ki, müəllim şagirdin həm dərsi, həm də ki, nə dərəcədə öyrəndiyini, şagirdin hansı bacarıqları yiyələndiyini qiymətləndirir. Sonra qaydalarını dərsin bir neçə işi qaydaları mən onun dedim axı, növbəsini gözləyir, bir-birini dinləyir. Onu dedim mən, bir-birinə kömək edir. Daha sonra bir də burada sizdə qaldı kollektiv iş. Kollektiv iş necə aparılır? Kollektiv işdəki eyni bir fəaliyyət bütün sinfi əhatə edirdi. Sonra çatışma üzərində. Çatışmama burada yalnız fəal şagirdlər iştirak edər. Utancaq şagirdlər yəni kənarda qalır.
Sonra Aha, bilmiyorum. çatışmayan cəhət. Seçki yararlıdır yani. Bəli, müəllimin sinfi idarə etməsi zəif olarsa, səs-küy də yarana bilər. Belə olacaq, müəllimlə mənim test olacaq. Ümumiyyətlə, hər dərsin son axı işlədirəm, təsadüfən olur ki, işlətmirəm. Deməli, Əkbər müəllim, buyurun. Oldu mənim sonra. Siz də sağ olun, Pərşan müəllim. Əkbər müəllim isə səs açın, görün internet işləyir. Mənə yenə zəif gəlir, səsim çox gəlir və görür istəyirəm. Səsiniz mənə yaxşı gəlir, sadəcə olaraq. Yaxşı bilirəm. Təhsil qanunu biraz yaxşı öyrənməmişim müəllim. Təlim formalarını yaxşı bilirəm. Eyb yoxdur, baxarsınız onda. Onda təlim formalarına sual cavab edə. Deyəsən, siz futbola baxırsınız. Futbola da baxdım müəllim. Onda istəyirsiniz sual cavab etmək. Başım biraz ona. Olar müəllim. Yaxşı. Sənan müəllim, buyurun. Sənan müəllim, buyurun. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Sənan müəllim, sizdə mikdir də. Bəli. Deməli, fərdi iş necə aparılır dedik? Fərdi iş tək-tək aparılır da. Üstün cəhətləri nədir? Burada üstün cəhətləri nə ola bilər? Üstün cəhətləri yəni şagirdin məsələn dərsin mövzunu tam rahat qavramasıdır. Üstün cəhəti. Sonra başqa Bu hansı təlim formasıdır? Deyirəm, bu təlim formasının müəllim istifadə edərsə, sinifdə şagird sayı çox olarsa problem yarana bilər, sosial bacarıqlar inkişaf etməz, kölgədə qalar. şagird çox olarsa Buyurun, şəxsiyyət günlük fərdiş. Fərdişdən söhbət gedir. Daha sonra hansı iş forması idi ki, bu iş formasında deyirəm ki, şagirdlər bir-birlərindən öyrənir, təcrübələrini bölüşmüş olurlar, qarşılıqlı fikir mübadiləsi olur, onlarda imkan onlara niyə baxırsınız? Axı onları sizə verməmişəm. Demişəm, axı müəllimləri yalnız təlim formalarını öyrənsin. Onları siz yəni adını çəkmək sizə düşməyəcək olur. Fərdi cütlərlə qrup və kollektiv işdən sual cavab edəcəm. Bu cütlərlə işdən söhbət gedir, yoxsa hər hansı bir digər işdir? cütlər işdə. Necə aparılır cütlərlə iş?